saat olsun da. Saat 6 değil. Əmin də gəlir. Səhər çanıqları götürüb. Burada maşın gözləyəcək, maşın gələcək. Gelirik Xanbulana çay içməyə. Elsəvər də yükləri hazır saxlayıb. Yavar usta orada ala balıq tutur. Sabahın xeyir ayəmi. Sabah xeyir olsun. Günün uğurlu olsun. Sağ ol əmi, var ol. Necəsən? Çox sağ ol, minnətdaram. İnşallah hara belə, hara gedir? Mən öz iş yerinə Anqolovi Kaşa çayçıya. Can. Allah bərəkət versin, İndi uğurlu də olsun. vaxt deyib, mən də yavaş-yavaş başlayayım, işin dalınca gedim. Bekarçılıqda bir şey yoxdur. Can İndiki gənclər, bəzi gənclər bekarçılıqdan otururlar evdə. Yatıblar fil qulağında. Can. Heç belə şey düşünmürlər. Mən isə bu yaşımda məcburam. Həmin neçə yaşın var? Mənim 68 yaşım keçib. Can. Ha. Nə edim? Mən məcburam işləyim də. Adam- İşləyəməyən dişləməz. Can. Heç vaxtı. Adam belə Əvvəl yaşayış çox idi bu mahallalarda. Bu mahalla, o biri mahallada azı 18 dənə ev 2 mahallada var idi. Qardaş, indi 3 dənə ev burada qalıb, 3 dənə də o mahallada. Ona görə, bax, bu yolu bu günə, bax, bu yol budur. O mahallanın yolu, bu mahallanın yolu. Yola görə. Yağışda, qarda uşaqlar məktəbə də gedə bilmir. Uzaqdır, uzaq mahalladır. Bizdən məktəbə 4 kilometr yoldur. 4 kilometr yol indiki uşaqlar da gedə bilmirlər. Bəli. Onu qucağa tutunmalısan, belinə götürməlisən, dartıya aparmalısan. Nədir? Uşaq məktəbə gedir. İşin bir vaxtları kəndin o başından Anqolovi məhəlləsinə ta Biləsərə kimi yol gedirdim məktəbə. Elə evdə oxuduğum dərsi yarı yolda yadımdan çıxırdı. O qədər yol bərbad, pis gündə. Baxmayaraq yaydı. Hələ İndi palçıqlı hələ yavaş-yavaş indi qurur. yaxşı deyil, indiki uşaqlar sizin kimi deyil o vaxtı. İndiki uşaqlar məktəbə gedir, məktəbdən 2 dənə hərf öyrənirlər. O yolu gələndə soruşursan evdə dedik və yadda çıxdı. Və hesab elə yolda itirdi də o hərfləri. Belə sayılır. Ona görə heç də düz gəlmir. Bizim bu kəndin yolları da yollarından əlavə məktəbi də bərbad gündədir. Məktəbi təmiri bərbad gündədir. Müəllimlərdən təmir olunmur. Təmiri bərbad gündədir. Olunmur. Hə, çıxır. Gətəndə qocalmaz. Burada Anqolovi mahalləsidir. Bəli. Təmiz bulaq suyu, meşəsi, havası, hər şey yaxşıdır. Can, Allah sağ əziz dostlar, gördüyünüz kimi əmi də səhər-səhər xeyir duanı verdi. Qalmış yolun qırağında maşın gəlsin, gedək özümüzün əminin iş yerinə. Bir dənə sübh tezəndən az qala bir dənə qəşəng samovar çayı, qəşəng bir tikə pendir çörək. Ya Allah, yolumuzu tutaq düz Bakıya, Binə, Savxoza. Yolu çək. Bu yolun ne yaman sonsuz oldu. Vüsalım həsrətdən saçınıyordu. Dindirmə ürəyim yaman doldu. Məni də gəl apar qurbanın olur. Bu yolun ne yaman sonsuz oldu. Vüsalım həsrətdən saçınıyordu. Dindirmə ürəyim yaman doldu. Məni də gəl apar qurbanım. Nə qazırsan Elşan? Yox qazıram dədək, yox. Var, qurt tava bildir. Tüm buralara bir qurt tapın, Yatıb ha bəlkə? qurtlar da yatır. Bu bəzi iki qurdular insana gətirir, elə balıq var. Hə, balıqlar öləcək heyifdir. Ha, çiyələyə bak, çək. Çiyələyə bak. Görsən, Obrisine bak hele kıpkırmızı delşen. hanı? Dolu elifin altına o gördün. Der hele bir tane onu. Dağ çileği ya. Çiyələyi, bura. Deməli təbii çiyələk bu hələ indi bu boyda. Emrine seni, sevirəm səni, gözəl
Yoxdur, taplar. Qadala. Bir axtaran tapar Elşan. Nehrə tapdın ya. Nehrə? Nehrə görüm. Ha, acı belədir. Yəni bu tarixi ensiklopediyadır. Yeri qazın qırılmış nehrə tapdın. Sən inanırsan, bəlkə kimcə qatıq yiyib atıb ora. Qatığın kasasıdır. Bizim çaya düşən yolumuzdur, düz deyil. Vəziyyət də şəhərdə saat 6-da dura bilmirəm. Saat 9-da saata girəcəm. Ay kənddə səhər saat 6 olar. Adam qoyublar. Başını sinir təbirlər. Zəhər edir. Bu da bizim çayımız Elşan. Gedək baxaq. Gedək baxaq nə balıq da bilir. Kaçelli də var. Oturacaq da var. Ağla. Babada bu oynaması yer. Bu da bizim Dominik. Əziz dostlar kim balıq istəyirsə buyurub gələ bilər. Gəlib mənim kəndimdə otururlar burada balıq tuturlar. Burada içində yemək istəyirlər. Həşibəniz kəndinə indi gəlib balıq tuturlar. Oraya bax. Lalalar. Lala gibi. Bu arada əsasa bir də məni çək. Deməli turistlər gəlir. Şəhərdən, başqa rayonlardan, başqa yerlərdən. Burada balıq tuturlar. Burada otururlar. Ocağımız da var Elşan. Hazır ocaq da var. Və burada da uzaq alırlar, balığı kama vururlar. Biz hələ qurtara bilmirik ki, balıq vurar. Ömür keçir bir su kimi, könlümdə sən arzu kimi. Dilə gəlib mələr, qəlbimdəki xatirələr. Elədir? Tapdım tanı. Bu altı badır bunları bu xadnaya çıxır. Oo. Bir dənə qurd. Qoyma qaçdın ha. Sənəl balıq da bizim oyna. Deməli bu çayın bu tərəfində qurd var. Aha gözlüyorum ha. Məftun olmayıb könlüm əşya. Akulayam, çapalıyıram. Mənə ilişəni yaralayıram. Yavaş yavaş. Kirki balığı qovalayıram. Dəryada tonla tuturam mən. Qırmağı atmışam gəlmir. Deməli əziz dostlar, çayın qırağına artıq turistlər də gəlir, müştərilər də gəlir. Kimi balıq tutmaq üçün, kimi mənzərəni seyr etmək üçün, kimisə gəzmək üçün. Özün getdin sözün qaldı, bağçalarda izin qaldı. Özün getdin sözün qaldı, bağçalarda izin qaldı. Gah ağlayar, gah da gülər, qəlbimdəki xatirələr. İndi mənə şirin gələr, ötən acı xatirələr. Gah ağlayar, gah da gülər. Düşəndə kiminə o qara saçları dərin xəyala dalıram. Baxdıqca doymuram, baxdıqca doymuram. O məhcəmala aşığım var. Düşəndə tülləyir dildən. Bu da bugünkü qonaqlarımızdır. Xoş gəlmisiniz. Sənin vəziyyət necədir? Qətərdir vəziyyət. Çayın rəngi ruhu üstündədir. Öz yerindədir da. Öz yerindədir da. Çay çok iyi. Çay çok iyi. Bu tabiatta bu çaydan yok. Bəli, əmi. Ami hangi? Mən də bu kəndin sakiniyəm. Ancaq bu kəndin sakin olmağına baxmayaraq öz doğma el obama, öz doğma kəndimə də turist kimi gəlirəm. Turist kimi gəlməliyəm də. Niyə? Çünki mən kənddən çıxandan sonra kim əgər bu kənddə özü üçün bir çay evi açırsa, kim bu kənddə özü üçün bir şərait yaradırsa, əziyyəti çəkir. Öz əziyyətin qarşılığında onu eləyir. Mən isə durub gəlib deməyim ki, bura mənim kəndimdir. Nə olsun, öz kəndimi qorusaydım, saxlasaydım, qalardım burada. Gördüyünüz kimi, həqiqətən də çox gözəl mənzərəsi,
səfalı dağları, təbiəti olan bir kənddir. Lənkəran rayonunun Biləsər kəndi. Çox təəssüf ki, bu kəndin əhalisi 80-85% artıq şəhərdədir. Yarısı Lənkəran, yarısı Bakı şəhərindədir. Köçməyin səbəbi də işsizlikdir. Niyə? Çünki bu kənddə işsizlik 0 səviyyəsindədir. Kənddə 1000 nəfərdən biri yayda 3 sezonda yolun qırağında bir dənə balaca çayxana açacaq, hansısa bir rayon əhalisi, hansısa bir kənddən kimsə gələrsə turist kimi balıq tutmağa, ya yolun qırağında 1 manat verər, 2 manat verər, yəni samavar çayı içib çıxıb gedər. Bu işdən başqa bizim kənddə başqa bir iş yoxdur. Deyərsiniz ki, təsərrüfat. Bizim kənd Lənkəran Azərbaycanın ən çox, yəni bizim region, Cənub regionu Azərbaycanın ən çox yağış yağılan bir ərazidir. Yəni hətta burada yayın cırxacırında, yəni avqust ayında da belə görürsünüz ki, leysan yağmağa başlayır. Yəni burada kənd təsərrüfatı da biraz çətindir. Yəni görürsən ki, elə bir xəstəyə düşür ki, əkdiyin kartol, soğan da belə məhv olur, gedir. Təbiəti seyr eləməyə dəyər. Ən azında ildə bir dəfə də gəlib belə bir gözəlliyi, belə bir gözəl mənzərəni seyr etməyə, təbiətin qoxusunu almağa dəyər. İzləmədə qalın, buradayıq hələ.